Erbağ Vəhşidə bir şeir vardı, Güllün sonra dastana idamə verim. Bu mərizləmişdi, şah da dedi gələcəm görüşünə. Görüm o şeirin vəzi nədir? Oranın o müdürü dedə, şah gəlsə bizi öldürəcək, bu da mərizliyib. İşləyənin biri dedə, şeir dərisi saxlamışıq orada. Bir nəfər tapın, gətirin, girsin onun içinə, salın qəfəsə. Şah gedəndən sonra yenə işfəll olar. Kasıblığın üzü qar olsun. Gəldilər bir nəfərin qapısına, neçə işləyirsən 10 tümənə. Dedi 100 tümən verəcəyik, bir saatlıq şeir olasan. Baş üstə. Gəldi, dərini geydiriblər, buna salıblar qəfəsə. Dedilər amandı, şah gələndə ona bir hücum elə, görsün ki şeir diridir. Şah gəldi qəfəsin yanına, bu ona hücum eləyəndə şah 2 metr opuldu kənara, belə baxdı, gördü orada bir bəbri var. Dedi bu yaxşı şeir götürün bəbrinlə büküləşsin. Ah gördü iş qarışdı. Bunu da açdılar bəbridə, bəbri getirdi bunu bastı altına. Bəbri gördü şeir ağlayır. Bunun qulağına dedi niyə ağlayırsan, mən də həmsəyaz Kazımam da. Sağ olasın, sağ olasın.